rubrikamızda bu dəfə özünü məşğulluq proqramından danışacağıq. İlk növbədə qeyd edək ki, özünü məşğulluq şəxsin müstəqil surətdə və ya dövlət dəstəyi ilə özünü işlə təmin etməsi deməkdir. Vətəndaşlar arasında geniş rəğbət toplayan, işsiz və iş axtaran şəxslərin öz bacarıqlarını qazanca çevirmək imkanı əldə etdiyi bu proqram aztəminatlı ailələrin rifahının yüksəldilməsində xüsusi əhəmiyyətə malikdir. Lakin çoxları elə hesab edir ki, öz kiçik biznesini daha da inkişaf etdirmək və ya mövcud təsərrüfatındakı avadanlıqlarının sayını artırmaq istəyən, yaxud hər hansı digər sahədə çalışan vətəndaşlarımız da proqrama müraciət edə bilərlər. Əslində isə özünü məşğulluq müəyyən sahə üzrə zəruri bilik və bacarıqları olan, lakin öz işini qurmaq üçün vəsaiti olmayan şəxslər üçün nəzərdə tutulub. Məşğulluq haqqında qanuna əsasən proqrama işsizlikdən sığorta ödənişi alan şəxslər istisna edilməklə, işsiz şəxslər və mülkiyyətində kənd təsərrüfatına yararlı pay torpağı olub, digər məşğulluğu olmayan iş axtaran şəxslər müraciət edə bilərlər. Əgər siz də öz bacarığınızı qazanca çevirmək istəyirsinizsə, Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında və ya dost mərkəzlərində işsiz və ya iş axtaran kimi qeydiyyatdan keçərək dövlət dəstəyi ilə öz işinizi qura bilərsiniz.